Yangın borcu, İran atəşnişanısının sembolü. Bu gördüğünüz bina İranın əvvəlin atəşnişanısının borcudur. Danışsara meydanından Xaqani xiyabanına dönəndə elə əvvəllərdə bir dənə uca borc və ya qala gözə gəlir. Şəmsi 1221 ilində Rusiya tezarı məmurları Təbriz şəhrində bir sıra yangın söndürən və ya atəşnişanı imkanatı yaratdılar. Bu, rəsmən İranın və Təbrizin birinci itfaiyə ya yangın söndürən təşkilatı idi. Təbriz atəşnişanısı 183 il bundan qabaq icad olunubdu və ona yangın idarəsi və ya itfaiyə idarəsi deyilirdi. Rusların bina qoyduğu yangın idarəsi fəqət od söndürmək dərdinə dəyərdi və ayrı qeyri-mütərəqqibə hadisələrdə işə gəlməzdi. Qasımxan Vali 1296-da Təbriz yangın idarəsi və ya atəşnişanısını yola saldı və ona taza məmuriyyətlər də izafə etdi. Qasımxan Vali yangın borcunu tikib və gecə-gündüz ora nigahban qoymuşdu ki, şəhri gözətləsinlər və əgər ehyanən bir yerdə od yansa, tez xəbər versinlər, ta atəşnişanı ora gedib odu söndürsün. Yangın qalası və ya yangın borcu Qacariya dövründən qalan görməli məkanlarından biridir. Elə bunun üçün Təbriz şəhərdarısı neçə ildir ki, buranı bir görməli parka təbdil edibdir.